Bəli, bütün dünya bu deməli görüşü gözləyir. Çünki heç kim istəmir ki, yenidən müharibə başlasın, yenidən qırğınlar törədilsin. Ona görə də hesab edirəm ki, həm İran, həm Amerika kompromis variantlar işlədəcəklər və təbii ki, indi bizə məlum olan danışıqlarda deməli Amerika tərəfi İrana təklif edib ki, nüvə proqramını 20 illik təxirə salın. Nüvənin zənginləşdirilməsini. İran isə 5 il müddətinə razılaşıb. Yəni, əldə olan məlumatlar budur. Yəni, kompromis variantlar bu sahədə danışıla bilər. Ola bilsin 10 illə razılaşa bilərlər, hələlik. Yəni, bu da bir variantdır. 10 il İran buna razılaşsa... İranın geri addım atacağını düşünürsünüz siz? Yəni, 20 ildən 5 ilə... Mən hesab edirəm ki, İran da başa düşür ki, dərk edir ki, 5 ilə razı olan 10 ilə də razı olar. Tək ki, İranın bu gün doğrudan da hərbi sənayesi, hərbi dəniz donanması darmadağın edilib. Ancaq buna baxmayaraq İranın cavab vermə qüvvəsi var. Özündə saxlayıb. Bu haqda da ABŞ-ın kəşfiyyatı xəbər verdi. Ancaq qalanları isə qoymaq lazımdır dağılmağa. Yəni, bu nöqteyi nəzərdən İranda olan qüvvələr, müəyyən qüvvələr, necə deyərlər, bugünkü Pezişkan və onun tərəfdarları, onlar istəyirlər ki, müharibə dayansın. Danışıqlar yolundan, diplomatik yolundan məsələlər həll olunsun. Yəni, 5 ilə razı olursa, hesab edirəm ki, 10 ilə razı ola bilərlər. Yəni, əks təqdirdə müharibə qaçılmazdır. Yəni, Trump da dediyini deyir ki, əgər bu nüvə proqramı dayandırılmasa, mən İranı yerlə yeksən edəcəm. Yəni, bu nöqteyi nəzərdən hesab edirəm ki, İranda olan o siyasi qüvvələr, baxmayaraq ki, hərbçilər bunu istəmirlər, ancaq siyasi rəhbərlik haradasa bunları başa düşürlər və hesab edirəm ki, buna razılığa gedərlər. Yəni, bu haqda, əgər buna razılığa getmirlərsə, ondan niyə gedirlər danışıqlara? Yəni, danışıqlara əllərində kompromis variant olmasa, getməyin mənası da yoxdur. Deyər ki, biz razı deyilik və salam. O nöqtədən hesab edirəm ki, burada razılıq, İran 10 ilə razı olacaq. Amerikada indi 20 ildən düşə bilər 10 ilə. Yəni, bu sahədə razılıq olsa, digər sahələrdə danışıqlar yolundan məsələni həll edəcəklər. Əks təqdirdə əsas nüvə məsələsidir. Trump bunu dəfələrlə deyir. Əgər məsələ həll olmasa, mən oranı darmadağın edəcəm. Buna görə də hesab edirəm ki, İran tərəfi bunları tam geniş düşünəndən sonra bu məsələdə razılığa gələcəklər. Digər məsələlər, Hörmüz boğazının açılması, onları da hesab edirəm ki, danışıqlar yolundan həll etmək olar. Baxmayaraq ki, Amerika hazırda deməli yaxın şərqə yenidən hərbi güclər göndərir, hərbi gəmilər yük daşıyır, hərbi yüklər daşıyır. Yəni, bu nöqteyi nəzərdən Amerika, necə deyərlər, silahı da yerə qoymur. Yəni, hazırlaşır müharibə olacaq təqdirdə ciddi zərbələr vurmağa. Ona görə də İran da bunu dərk edərək hesab edirəm ki, nüvə proqramından bağlı məsələlərdə bu dəfə razılığa gələcəklər. Sual ünvanlamaq istəyirəm. Yəni, əslində nüvə təhdidi varsa, tutaq ki, bu 5 il təxirə salındı, 10 il təxirə salındı. Axı 5 ildən, 10 ildən sonra yenə də Vaşinqton üçün bu təhdid olaraq qalacaq. Hansı məntiqlə Ağ Ev bu razılaşmayla, İranla müəyyən mənada hansısa sənədi imzalaya bilər? Bunu beynəlxalq atom deməli MAGATE-nin rəhbərliyi ilə onların deməli nüvə silahını dayandırırlar və onlar heç birini hesab etmirlər. Yəni, ancaq hesab edirəm ki, İranın istədiyi, yəni onlar bilirlər ki, biz ancaq və ancaq nüvə proqramından deməli dinc məqsədlərlə, elektrik enerjisi, tibb sahəsində, yəni bunu da MAGATE-nin nəzarəti altında həyata keçirə bilərlər. Yəni, silah əldə olunmasın. Əsas silah məsələsi, nüvə silahıdır. Buna da nəzarətlə onlar razılığa gələ bilərlər. Ancaq təbii ki, İran bu gün də demir ki, biz silah hazırlayırıq. Onlar deyir ki, bu bizim dinc məqsədlərlə istifadə edəcəyimiz sahədir. Yəni, onun razılığa gələ bilərlər ki, MAGATE-nin nəzarəti altında və yaxud da ölkələr arasında müəyyən müqavilə imzalaya bilərlər ki, onlar nəzarət etsinlər ki, İran
nüvə proqramından ancaq dinc məqsədlərini istifadə edəcəklər. Buna razı ola bilərlər. Elşad bəy, ümumiyyətlə Hörmüz boğazının bağlanması, bu yaxın şərqdəki gərginlik bir çox ölkələrin narazılığına səbəb olur. Onlardan biri də Fransadır. Məsələn, dünəndən bəri Fransanın müxtəlif səviyyələrdə çağırışı olub. Son çağırış isə Emmanuel Macron tərəfindən reallaşdırılıb. Donald Trumpa çağırış edib, deyir, Hörmüz boğazını mümkün qədər tez açın. Heç bir ilkin şərt və heç bir nəzarət və ya rüsum olmadan yenidən açılması boğazın çox vacibdir. Bu birbaşa sosial şəbəkə vasitəsilə Trumpa edilən çağırışdır. Ümumiyyətlə, Ağ Ev rəhbərinin, Amerika liderinin hər hansısa bir çağırışa məhəl qoyacağını indiki mərhələdə biz düşünə bilərik, yoxsa bildiyi siyasət üzrə və cızdığı plan üzrə hərəkət eləyəcək? Təbii ki, o çağırışları eşidir. Xüsusilə ABŞ-da seçicilərin səsini eşitməyə məcburdur, məhkumdur. Artıq keçmiş dövlət katibi Hillary Clinton Trump'ı ağılsız adlandırır, onun hərəkətlərini Amerika üçün fəlakət adlandırır. Yəni buna da həm də konqresmenlər də artıq, həm də respublikaçılar da onun İrandan müharibə aparmasını istəmirlər, dayandırılmasını istəyirlər. Müharibənin Amerikaya ziyan vurduğunu bildirirlər və müharibənin törətdiyi fəsadlar, o cümlədən Hörmüz boğazının bağlanması birbaşa dünyanın iqtisadi arteriyasını dağıdıb və qlobal iqtisadi problemlər yaradıb. Eyni zamanda bu həm də Avropada yaradıb. Biz keçən dəfə dedik ki, artıq Avropada təyyarələrin daşınması, təyyarələrin işlətməsi üçün kerosin cəmi 2 həftəlik resursları qalıb. Yəni bu nöqteyi nəzərdən doğrudan da Hörmüz boğazının təcil açılması vacibdir, ancaq bu Trump'dan asıl deyil. Bu İrandan asıldır. İran Hörmüz boğazını bağlayan, bu gün isə artıq Amerika, Trump onu mühasirəyə alıb, oradan gəmilərin güya buraxmır, ancaq bildiyimiz kimi artıq Çinin 250 min kubmetr metan qazı olan gəmisi oradan keçdi, sonra onun bir gəmisi keçdi. Yəni əsasən İranla razılığa gəlməlidir. Bu haqda da Avropa İttifaqının Xarici İşlər Naziri Kaja Kallas da çağırış etdi. Çünki yenə deyirəm ki, təkcə Amerika və İsrail bu çətinlik çəkmir yanacaqla bağlı. Bütün dünyanın hər yerində yanacağın qiyməti qalxıb. Amerikada qiymətlər 50%-dən artıq qalxıb. Yəni bu da seçiciləri ciddi narahat edir. Onlar da ona görə də nümayişlərə çıxırlar. Və Trump da təbii ki, bu səsləri eşitməyə məcburdur. Ona görə də o müharibəni bu və ya digər formada dayandırmaq istəyir. Elşad bəy, bu arada Fransanın adını çəkdik, amma Fransa eyni zamanda Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək Hörmüz boğazı üzrə beynəlxalq konferans iştirakçıları İranın su yolunu bloklaması səbəbilə ona qarşı iqtisadi sanksiyaların tətbiqini müzakirə edəcəklər. Bu, aprel ayının 17-sinə təsadüf edəcək məlumatı Reuters yayıb və görüş iştirakçıları qrup yaradacaqlar. 4 işçi qrupdan söhbət gedir və qruplar çərçivəsində sanksiyalar, Bəsrə körfəzində bloklanmış gəmilərin vəziyyəti, müxtəlif sahə üzrə ekspertlərin iştirakı ilə Hörmüz boğazında naviqasiyanın bərpası və dəniz təhlükəsizliyi məsələləri də müzakirə olunacaq. Xüsusən də Böyük Britaniya Hörmüz boğazının açılması istiqamətində müəyyən cəhdlər göstərir Fransa ilə bərabər. Yeni sanksiyalar, hansı ki İran artıq illərdir ki, yeni köhnə fərq etməz bütün sanksiyalara öyrəşib. Yeni iqtisadi sanksiyalar İranı geri addım atmağa məcbur edə bilərmi və bu hansı sanksiyalarla reallaşmaq imkanına malikdir? Təbii ki, İran son illər çox çətin problemlər içindədir. Həmin sanksiyaların təsiri İrana, orada yaşayan xalqlara çox ciddi təsir edib, onların yaşayışına çox ağır təsir edib. İndiki dövrdə isə İran doğrudan da bu müharibə dövründə, 40 günlük müharibə dövründə çox böyük fəlakətlərlə üz-üzə gəldi. Artıq orada iqtisadi cəhətdən çox problemlər var. Əhali maaş ala bilmir, yaxud da aldığı pula heç nə düşmür. Bu nöqteyi nəzərdən orada çox ciddi problemlər var. Və bu problemlərin üstünə də əlavə problemlərin gəlməsi təbii ki, İranı iqtisadi cəhətdən çöktürür. Təbii ki, burada da İran xalqı ayağa qalxmaq məcburiyyətində olacaq. Bütün bunları nəzərə alan həmən İngiltərə və Fransa
liderləri bu nöqteyi nəzərdən sanksiya tətbiq etmək istəyirlər. Yəni İrana gedən malların dayandırılması, İrana malların alınması, onların neftinin, qazının xarici ölkələrə çıxmaması haqqında sanksiyalar tətbiq edə bilərlər. Bu da təbii ki, İrana çox ağır nəticələr verən məsələləri gətirib çıxarda bilər. Ona görə də hesab edirəm ki, bu ayın 16-sına nəzərdə tutulan danışıqlar, ola bilsin 17-sində oldu. İndi o vaxtda İran hələ deyir ki, ola bilsin 17-si, 18-i oldu. Bu danışıqlarda bu məsələlər hesab edirəm ki, razılaşdırılacaq. Çünki Hörmüz boğazı əsas məsələlərdən biridir. O nüvə proqramından da daha bugünkü üçün, beynəlxalq aləm üçün, dünya üçün daha vacib məsələ Hörmüz boğazının açılmasıdır. Hesab edirəm ki, bu haqda da danışıqlar aparılacaq, ciddi danışıqlar olacaq və yəqin ki, razılığa gələcəklər.